fürsət idi. Lakin Mustasım billah heç bir hazırlıq görmədi. Nə divarlar möhkəmləndirildi, nə də əlavə əskər dəstəyi alındı. Tarixi sənədlər və məktublaşmalar göstərir ki, Mustasım billah inanırdı ki, Allah Monqolları yox edəcək. O, bu müharibənin Allahın qəzəbinə səbəb olacağına inanaraq sadəcə digər İslam dövlətlərinə cihad çağrışı etdi. Lakin heç birindən dəstək gəlmədi. Təqvimlər 1258-ci il 22 yanvarı göstərdikdə Monqol ordusu Bağdad divarları qarşısında göründü. 120 min nəfərlik bu nəhəng ordu Abbasiləri dəhşətə gətirdi. Mustasımın yaxın çevrəsi ondan şəhəri tərk etməsini istədi. Lakin xəlifə düşünürdü ki, Hülagü xan şəhəri alsa da ona toxunmayacaq. Monqollar ordunu 3 yerə bölərək şəhəri tam mühasirəyə aldı. Mancınıqlarla başlayan hücumlar dalbadal davam edildi. 7 fevralda divarda ilk yarı qaçıldı. Monqollar qala divarlarını nəzarətə götürdü və Abbasi əsgərləri şəhər daxilinə çəkildi. Bölgədəki əhali Monqolların gəldiyini eşidib Bağdada sığınmışdı. Şəhər olduqca izdihamlı idi. Hərbçilərlə birlikdə xalq da müqavimət göstərməyə başladı. Lakin bu müqavimət bir qətliama çevriləcəkdi. Monqol əsgərləri həftələrlə Bağdadın içində qadın, uşaq, qoca, sivil demədən hamını qətlə yetirdi. Abbasi xəlifəsi Mustasım billah isə şəhərdə gizlənmişdi. Qətliamı dayandırmaq üçün ortaya çıxaraq Hülagü xana təslim oldu. Lakin hələ də özünə toxunulmayacağını düşünürdü. Əvvəlcə Hülagü xan xəlifəyə şəhərdəki hər kəsin silahı yerə qoymasını və təslim olmasını əmr etdirdi.